Mən də sizi təbrik edirəm. Doğrudan da çox gərgin mübarizə getdi. Gördüyünüz kimi özünüz də izlədiniz. Birinci yarım qrupda, A qrupunda çox güclü komandalar yer almışlar. Rusiya, Azərbaycan, Gürcüstan və Amerika yığma komandasına biz mübarizə apardıq və birinci görüşünü Rusiya komandasını məğlub elədik. Gürcüstan milli komandasını və Amerika yığma komandasından 4-4 məğlub oldu komandamız. Ancaq gördüyünüz üçün orada hakim ədalətsizliyi də oldu. 74 kilogram çəki dərəcəsində Murad Süleymanovun görüşündə Jordan Barozla orada final da güləşə bilərdi. Qarşımıza biz məqsədi qoymuşduq ilk üçlükdə yer almağı. Bu nəticəni də qazandıq və komandanı qənaətbəxş hesab edirəm. Komandanın nəticəsini mən onu qeyd eləmək istərdim ki, əsas perspektivli idmançılarımızla bir yerdə biz gənclərə də üstünlük vermişdik. Gənclər də özlərini yaxşı tərəfdən göstərdilər. Çünki həm dövlətimizin tərəfindən bizə qarşımıza qoyulan məqsəd var, həm Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən qarşıya məqsəd qoyulur ki, qarşıdan gələn Tokyo Olimpiyonlarına rezerv ehtiyat qüvvəni hazırlamalıyıq və bu günləri ehtiyat qüvvəmiz özlərini doğrultdular və inşallah bundan sonra biz çalışacağıq ki, və o buraxılan səhvlər vardı ki, həm taktiki səhvlər vardı, gənclərimizdə də oldu, təcrübəli güləşçilərimizdə də onların üstündə hazırlaşıb və o səhvləri aradan qaldırıb qarşıdan gələn turnirlərdə, yarışlarda və bildiyiniz kimi bu illəri 2017-ci il möhtərəm cənab prezidentimiz tərəfindən İslam Həmrəyliyi ili elan olunubdu və 4-cü İslam Həmrəyliyi oyunları gözləyir və ora hazırlaşırıq və Avropa çempionatımız var. Təqvim planımız sıxdır və çalışacağıq ki, bu yarışların hamısına yaxşı hazırlaşa, buraxılan səhvləri aradan götürüb yarışlarda uğurlu nəticə qazanır. Yəni bu günləri artıq həm Avropa çempionatının, həm İslam Həmrəyliyi oyunlarına iştirak olunan heyətin açıqlamırıq. Yəni qarşıda turnirlər var, həm Yaşar Doğunun xatirəsinə əsr olmuş Türkiyədə turnir var və Kiyevdə turnir var, Balqaristanda turnir var. Bir daha güləşçilərimizi sınaqdan keçirdi və heyətimizi tam şəkildə elan edəcəyik. Bu qələbə münasibəti ilə bütün güləş sevərləri, Azərbaycan xalqını təbrik edirik. Möhtəşəm ölkələr arasında həmişə olduğu kimi Azərbaycanın üç rəngli ay ulduzlu bayrağımız yenə dalğalanır və bu günləri biz sevincliyik və çalışacağıq ki, bu nəticələrimizi qoruyub saxlayaq.